Masazır qəsəbəsi, məscidə yaxın. Qəsrin binaları buradan görsənir. Evimizin qarajıdır, 2 sot yarımdadır. Böyle bir evdir. Daxili də tanış edeyim. Buradan garaja yol gedir. Həm də kombi aparatı qoyulub. Ora belə 2 maşınlıq garajdır. Açıb girəndə çöldəki qapıdayım, ora bir də girmirəm. Kombi aparatıdır. Evin daxili ilə tanış olun. Həyətdir belə. Hazır görünüşü. Birinci mərtəbədə dəhlizdə belə bir şkaf. Mənzilin mətbəxidir. Mənzil qəşəng təmir olunub, qoşadaşla tikilib, sadəcə olaraq yaşayış olmadığından baxımsız olub. Mənzildə yaşayış olmayıb demək olar ki, çoxdan da qapısı bağlı qalıb. Mənzilin yataq otaqlarından biridir. Sanitar qovşağıdır. Bu uşaq otağıdır. Mənzilin zalıdır. Buradan ikinci mərtəbəyə qalxır. Burada böyle bir balkon var, amma balkon düzəlməyib elə. Burada da geniş bir mansardır. Mansarda mətbəx var. Burada böyle bir yataq otağı. Yataq otağının içində də sanitar qovşağı var, yine də duş kabinası var. Bax belə.